Salam hörmətli izləyicilər. Bugün 18 may 2020-ci il Laçın rayonunun işğalından 28 il ötür. Laçın rayonunun işğalı ərəfəsində Qarabağ döyüşlərində iştirak etmiş Qarabağ qazisi Ədalət Mustafayev bugün ednews.net saytının qonağıdır. Ədalət müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Mənim sizə bir neçə sualım olacaq. Birinci sualım elə ondan başlayaq ki, Laçın rayonu ətrafında gedən proseslər, Laçın rayonunun işğalı ərəfəsində baş verən hadisələr və rayonun birdən-birə ermənilərə bir növ tərk edilməsi, ərazidən Azərbaycan qoşunlarının çıxarılması. Bax, bütün bunlarla bağlı sizin fikirləriniz, dəyərləndirmələriniz nədən ibarətdir? Çox sağ olun bizi dəvət etdiyinizə görə. Mən 1991-ci 9 oktyabrda yaranan Milli Ordunun tərkibində bir hərbiçi kimi döyüşlərdə iştirak eləmişəm. Özüm hal-hazırda Qarabağ qazisiyəm, 2-ci qrup 50. Laçın deyiləndə Laçın Ermənistanla Qarabağa gedən yolun Zəngəzur mahalının qapısıydı. Təəssüflər olsun ki, o qapını mərhum düşmənlərimiz bizi demək olar ki, Rusların köməyi ilə biz o qapını ermənilərin üzünə açdılar. Bizim orada bu günləri gördüyünüz o şəhidlər xiyabanında döyüşçülər, hamısı fədakar döyüşçülər idi, hamısı igid qəhrəman uşaqlar idi. Sadəcə olaraq komandanlıq o vaxtı düzgün komandanlıq yox idi. Yəni uşaq könül ruh vardı, vətənpərvərlik var idi, amma komandanlıqda zəiflik idi, çünki hərbi kadr çatışmamazlıq vardı. Ona görə bu torpaqların getməyində, bu torpaqlar belə götürəndə planlaşdırmışdı. Yəni yuxarıdan, Rusiyadan bu planlaşdırmışdı, bu torpaqlar getməli idi. Sadəcə olaraq bizim cavanlarımızın orada qan axdı, o torpaqlar uğrunda canlarını verdilər. Bugün bizim 20 mindən çox şəhidimiz var. Laçın haqqında, Laçın 65 min əhalisi var idi. Laçın erməni ilə iki tərəfdən sərhəd idi, Ermənistanla. Yəni bizim o zonalara Zəngəzur mahalı, köhnə Zəngəzur mahalı adlanırdı. Yəni ermənilər deməli Laçından bütün qüvvələrin hələ 80-ci, 89-cu illərdən öz qüvvələrin Dağlıq Qarabağa yığdılar texnikaların, Rusların vasitəsilə. Qardaş, biz də indi əlimizdən gələni döyüşdük, ancaq təəssüflər olsun ki, bu günləri Laçın bizdə deyil, işğal altındadır. Siz özünüz Laçın uğrunda gedən döyüşlərdə şəxsən iştirak eləmisiniz. Bəli. Laçın uğrunda döyüşlər hansı səpkidə gedirdi? Yəni Azərbaycan qüvvələrinin gücü nədən ibarət idi? Ermənilərin gücü nə qədər idi? Qüvvələr balansı necə qurulmuşdu ki, biz birdən-birə Laçını itirdik? Çünki 8 mayda Şuşa getmişdi. Ölkədə bir anarxiya söz konusuydu və belə bir dövrdə Laçın uğrunda hücuma başlanmışdı. Niyə Laçın boşaldıldı? Mən üzr istəyirəm, mən Şuşada birinci döyüşüm Şuşada başlayıb. Buyurun, buyurun. Şuşadan başlayıb. Bəli. Şuşanı alınmaz bir qalaydı. Həmin vaxtı təxribat, hər şey, torpaqlar təxribatın qurban oldu. İndi çoxları başa düşür ki, erməni orada güclə, bəli, o erməni Rusun əlindən güclə tətbiq elədi. Ancaq təxribatla getdi. Bizim texnikalar, bizim ayın 6-sından, 5-indən texnikalar Şuşadan çıxmağa başlayırdı. Yerli ərazi müdafiə batalyonlarını ləğv eləmişdilər. Yəni silahları avtomatlar. Müdafiə naziri Rəhim Qaziyevin bəli, əmri ilə ləğv eləmişdilər. Daha doğrusu biz ayın 7-sində demək olar ki, Şuşada cüzi bir qüvvə qalmışdı. Cüzi bir qüvvə qalmışdı. O qüvvədə, demək olar ki, o qüvvədən heç sağ çıxanı olmadı, az sağ çıxdılar. Yəni, bütün Laçın da onu kimi, Laçın da işğal olundu. Yəni, orada güclü döyüş getmədi, müdafiə zəif oldu. Yəni, müdafiədəki, komandanlıqdan zəif oldu. Yəni, insanlar vuruşurdu. Ancaq komandanlıqdan dəstək yox idi. Nətər ki, biz Xocalıda, nətər ki, Xocavənd Qaradağlısında, Qaradağlıda 118 nəfər axıra qədər döyüşdü. Ruslar onları, ermənilər anlatdılar ki, siz təslim olun, sizi buraxırıq, gedirsiniz. Onlardan 30 nəfəri qaldı. Onları məhv elədilər. Laçındakı erməni ilə həmsərhəd rayon idi. Demək olardı ki, erməninin bütün o vaxt Qarabağa gücü getmirdi Laçın tərəfdən. Amma 92-ci ildə o boşluğu, Şuşa boşluğundan sonra Laçın da zəifləməyə başladı, Şuşa işğalından sonra. Ermənilər özləri də məəttəl qalmışdı ki, biz Laçını bu dərəcədə bilməzdik ki, belə döyüşsüz çıxsın, belə döyüş olmuşdu.
Laçın ikinci dəfə ağır döyüşlər getdi. Laçın o kəndlərimizi geri qaytardıq. 44 kəndin bizim bu gördüyümüz batalyon, 713 nömrəli batalyon indi Komandiri də səhv eləmirəmsə Rızayev idi. Yox. Bizim 701-ci briqadanın tərkibində yaranmışdı Zaur Rzayev. Bəli. Bizim komandir briqada idi 701-ci briqada. Bəli. Allah ona rəhmət eləsin. 42 kəndi azad elədi. Bəli. Laçın İşğal olunandan sonra, Laçın işğal olunandan sonra biz deməli oktyabr, sentyabr aylarında Laçının 42 kəndini bizim komandirimiz Zaur Rzayev, Allah rəhmət eləsin, o dünyadadır. Yəni biz Laçın polisləri və bir-iki batalyonlar ki vardı, Qıraqdan gəlmiş batalyonlar idi. Onun tərkibində 700 briqada, bir də 713 nömrəli yeri ərazi müdafiə batalyonu. Bugünkü gördüyünüz uşaqlar Laçının 42 kəndini azad elədi. Laçının işğalında biz kimi ittiham eləyirik? Ümumiyyətlə rayonun müdafiəsi konkret hansı hərbi vəzifəli şəxsə tapşırılmışdı? Yəqin ki, burada açıq danışmaq olar da. Yəni, əlbəttə ki, bu artıq tarixdir, bu açılmalıdır. Laçın belə götürəndə o vaxtı Arif Paşayev, Laçın hələ işğal olmamışdan qabaq, yəni komandiri Arif Paşayev yeri ərazi müdafiə, Laçının özünün müdafiə batalyonu yaranmışdı. Laçını müdafiə eləyirdi. Sonra Arif Paşayevi də onlar çağırdılar Bakıya, dəvət elədilər. Arif Paşayevi yəni komandirdən azad elədilər. Ondan elə 10 gün, 5 gün sonra da Laçın işğal olundu. Kim istəmirdi Arif Paşayev orada? Bilirsən, o vaxt biz hərbiçi idik, bizim bu siyasətə, bu gedən proseslərdə bizim, yəni o vaxt mətbuat, belə televiziya, yəni absurd idi də, biz bilə bilməzdik, yəni. Amma sonralardan bizə məlum oldu ki, yəni sırf belə bizim o vaxt o Laçını verməyimizdə, Laçını ermənilər ehtiyat eləydi Laçına girməyə. Orada da bir nəyinsə satqınçılığın qurbanı olmuşdu. Bilirsən ki, Azərbaycanda kəşfiyyat xarakteristiki burada insanlar var idi. Azərbaycanın bütün ordusunun sayını, ümumiyyətlə ərazisini, bütün kardalarını Ermənistana verirdilər, məlumat verirdilər. Təəssüflər olsun ki, yəni o vaxtda da burada Azərbaycanda, Bakıda yəni vəzifə davası gedirdi. Demək olar ki, batalyonlar sürət idi, məsəl üçün tərtərdəki briqada komandirləri başlayırdılar bir-birinə müqayisə eləməyə. Ona görə də ki, biz bunların demək olar ki, ermənilərdən çox bizim yerli, xəyanətkar insanlar ki var idi, o torpaqlar hamısı onların qurbanı oldu. Amma mən daha çox nəyə köklənmək istəyirəm? Bu Zaur Rzaevin komandirliyində 42 kəndin Laçın istiqamətində azad olmağı. Bu hərbi kampaniya necə başladı? Bunlar, misal üçün, Laçın işğal olunandan sonra hansı hadisə səbəb oldu ki, Zaur Rzaevə bu vəzifə tapşırıldı və Zaur Rzaev sizin də iştirak elədiyiniz döyüşlərdə Laçın 42 kəndini azad elədi? Nə baş verdi birdən-birə? Elə təəssüflər olsun ki, həmən o may ayında deməli Azərbaycanda Ağdam bölgəsində, bütün Qarabağ ətrafında döyüşlər gedirdi. Zaur Rzaevi həmən Laçın bölgəsindən Ağdam bölgəsinə gətirdilər. Yəni, Laçın işğalını 3-4 ay qabaq gətirdilər. O axırıncı bu ayın 18-dən qabaq gətirdilər. Əzzağa Qənizadə deyilən bir komandarı elədi. Onun özü də sonra Masirədəzada qalmışdı, çıxartdıq. Yəni Zaur Rzayev vətənpərvər bir insan idi. O baxmayaraq ki, o zonadan idi, amma o torpağını, vətənini bağlı bir insan idi. Bəli, o güclü komandir idi, yəni gözəl taktikaları bilən komandir idi. Təəssüflər olsun ki, elə insanları bir yerdə çox, yəni güc olanda onun gücünü zəifləndirirlər. Yəni Zaur Rzayev də gəldi, bu bölgəyə gətirdilər bunu, Qarabağ aşağı, yəni Aran Qarabağ istiqamətini gətirdilər. Həmin vaxt Laçın demək olar ki, o yerləri təzə gələn o komandanlıq, o komandiri vardı, güclü müdafiə eləyə bilmədi. Mən istəyirəm biraz o döyüşlərin təfərrüatına gedək. Hansı istiqamətdə hücum olmuşdu? Hansı komandirlər var idi ki, orada imdadını çəkmək istəyirsiniz? Kimlər idi konkret döyüşə rəhbərlik edən Zaur Rzaevlə birgə? Neçə nəfər qurban verdiniz? Hansı belə qəhrəmanlıqlar eləyən əsgərlərimiz, zabitlərimiz oldu? İstəyirəm o döyüşlər barədə danışaq. Vətəndaşlarımız da bilsin ki, Laçın uğrunda sadəcə döyüşməyiblər, həm də can veriblər. Bəli. Demək olar ki, Laçında yeri ərazi müdafiə batalyonu, Laçın polku deyilən bir polk, 701-ci briqada, Laçın polisləri, yəni demək olar ki, 20 minə yaxın
canlı qüvvə var idi, yəni döyüşürdü, bəlkə də çox olardı. Ondan əvvəl hələ Laçın polisləri demək olar Laçının bir istiqamətini müdafiə edirdi, Kəlbəcər istiqamətindən. İşğaldan sonra. İşğaldan sonra. Laçının bir hissəsini Laçın polisləri deməli, yəni hardasa bir 10 kənd, Kəlbəcərə yaxın kəndlərin Laçın polisləri orada yerləşmişdi. Bizim briqada Kəlbəcərə gəldi. Kəlbəcərin qılıçlısında bu döyüş hazırlığı planı keçirildi. Oradan hücum olundu. Deməli o istiqamətlərdən deməli 713 bu günləri ziyarət etdiyimiz Vaqif müəllim Quliyev, o bizim həqiqətən də qəhrəman bir insan idi. Oqtay Güləliyev, bəli, o Laçın polisində o da komandir rotaydı. Azərbaycanın milli qəhrəmanıdır. Deməli olar ki, bizim döyüşçülərimiz adlarını saysam Rəhman İskəndərov 1-ci rotanın komandiri idi. Bizim Mayor Əhmədov vardı. Bizim komandir batalyonuydu, o şəhid olubdu. Yedinli batalyonudur ki, bizim komandir batalyonumuz, Təkəlin ştabımız, komandir rotalarımız şəhid olubdu. Yəni adların saysam yəni qutarmaz, çoxları neçə ildir yadımdan çıxdı. Amma o müqavimət çox güclü göstərirdi, ruh da var idi. Çünki ruh yaranmışdı ki, Laçını azad etmək. Yəni qabağımızda bir məqsəd, bir şüar var idi. Komandanlığın əmri ilə ki, yəni bizim Zaruzayev əmr vermişdi ki, Laçın tam dəhlizinə qədər götürülməlidir. Ona da əmr belə gəlmişdi. Biz demək olar ki, irəlilədik. Biz irəlilədik, deməli nail olurduq. Hardasa biz Laçın istiqamətinə, hardasa hava xətti ilə 5 kilometr, 6 kilometr qalmış əmr gəldi ki, bəs öz mövqelərinizdə qalın, qabağa getməyin, döyüşü dayandırın. Əmr gəldi ki, döyüş dayandırılsın, yəni tutunun mövqelərdə qalın, qabağa getməyin. Yəni o əmrdən sonra da ki, yəni uşaqlarda ruh düşkünlüyü yarandı. Baxmadan qabağa gedirsən birdən-birə götürdüyün yerləri, uşaq o irəli getdikcə həvəs yaranır insanda, qürur gəlir insana. Təəssüflər olsun ki, elə döyüş dayandı, sonra da ermənilər də öz qüvvələrin gücləndirdilər. Onlara... O dövrdə hələ də Müdafiə Naziri Rəhim Qaziyev. Bəli. Deməli, əmrdə Rəhim Qaziyevin bilavasitə əmri olub. Biz sizə bir söz deyim ki, mən o vaxtı belə götürəndə bir Şuşada bildim ki, Müdafiə Naziri Rəhim Qaziyevdir. Taceddin Mehdiyevdən sonra mən bu Müdafiə Nazirlərini gördüm. Yəni, mən bilirdim ki, bunların bu cızdığı planlarına torpaqla getməliydi. Bu 42 kənd azad olunandan sonra nə oldu 42 kəndin talihi? 42 kənd azad... Döyüşü dayandırdınız. Xeyr, Kəlbəcər istiqamətindən, Ağdərə istiqamətindən Ağdərə alındı. Kəlbəcər istiqamətindən biz Masiriyə düşdük. Yəni bizim arxa tərəfimiz bilirsiniz ki, Kəlbəcər idi. Yəni öncə qabaq tərəflərimizdəki rayonlar işğal olmuşdu. Biz Kəlbəcər alınsaydı, deməli biz qalırdıq Masirə. Elə çoxları da o Masirədə qaldı. Daşkəsəndən gedib çıxanlar oldu. Yəni Ağdərə istiqamətindən erməni gəldi, yolu bağladı. Çıxan çıxdı, qalan qaldı. İçkin düşən, əsir düşəndə düşdü. Yəni Ağdərənin 92-nin iyununda biz Ağdərəni geri götürdük ermənilərdən. Bəli. Sonra o artıq sentyabr, oktyabırda sizin əməliyyatı, Laçın əməliyyatından sonra ermənilər təkrar Ağdərəni işğal edildilər. Və Ağdərə işğal olunandan sonra Laçın o 42 kəndi ilə birlikdə Laçındakı qüvvələr yenidən mühasirə edildi. Laçına çox hücumlar oldu. Laçına hələ sonra ermənilərin əsirləri vardı, sonra danışmışdı ki, Laçındakı qüvvələr naimiklərdir, muzdurlardır. Biz nə qədər hücum edirik. Şəxsən mənim tabirlərimdə olan bu uşaqlar mənim tabirlərimdə idi. Biz 40 nəfərə, erməninin 500 nəfər ordusuna vuruşduq. 2 tank bir BMP-lərin əlindən aldıq. Bir tankları vurduq. İkinci dəfə bir də hücum eləyəndə, yəni yenə onların 2 tankın bizim vurdu, yandırdıq. Yenə bir tankların götürdük, canlı qüvvələrin məhv elədik. Bunlar hamısı Laçında olub. Bəli, Laçında. Laçına dəfələrlə bu 713 nömrəli bugünkü, yəni keçmiş 713 nömrəli batalyon uşaqları, bayaq gördüyünüz uşaqlar, bunlar erməninin neçə dəfələrlə müqavimətini qırıb, neçə dəfələrlə ermənini əsir götürüb. Daha doğrusu erməni bütün texnikadan, artilleriyadan bizə ateş açırdı, ancaq biz o dağlarda, o yerləri tanıdığımıza görə biz o dağlar bizə səngər idi. Yəni biz erməni də oranı ala bilmədiyinə görə Ağdərə istiqamətindən başladı Laçını mühasirəyə salmağa. Laçından biz demək olar ki 18-də Laçını ermənilər hücum eləmədi biz o tutduğumuz yerlərdə.
Biz hücum eləyib onun qarşısını alırdıq. Ağdərədən hücum elədi. Ağdərə mühasirəyə düşəndə xəbər verdilər ki, ücəsi erməni hər tərəfi mühasirəyə alır. Və Laçından da qüvvələr Bəli, o qüvvələr də çıxdı, çıxdı. 92-ci ilin oktyabr, artıq oktyabr yoxsa noyabr idi artıq. Noyabr aylarında. Yəni Laçın döyüşdü. Laçının taleyi bitdi. Laçın o döyüşə çıxmadı. Laçın mühasirədə qaldı, daha doğrusu gəldi, yollar bağlanmışdı. Bu şəkildə Laçının bugünkü işğal günü bax bununla elə qədərdir. Mən təşəkkür edirəm. Bu Laçının həm işğal olunmağı, həm 42 kəndin azad olmağı, həm də daha sonra yenidən işğal olmağı ilə bağlı çox maraqlı fikirlər səsləndirdiniz. Sonuncu sualım, indi Laçından 28 il keçib, Qarabağ qazisisiz. Necə yaşayırsınız? Laçınsız, həm də Laçın uğrunda döyüşmüş biri olaraq. Yəni cəmiyyətdə reaksiyalar necədir Laçına? Doğrudanmı bütün xalq yenidən Laçın üçün səfərbər olmağa hazırdır? Yoxsa biz yenidən 92-ci ildə üzləşdiyimiz fəlakətləri üzləşə bilərik bu? Necə dəyərləndirirsiniz? Bu gün bilirsiniz ki, vətənini sevməyən bir insan heç cəmiyyətə layiq bir insan deyil. Biz, məsəl üçün, o döyüşdüyümüzə görə yox, ora qayıdaq, əziyyətimiz olur, nə görümüz yox. O torpaq, yaşlar, o vətən deyiləndə biz həmişə kövrəlirik. Biz o yeri YouTube'larda baxanda, ümumiyyətcəndə bir o Laçının adı gələndə, o Qarabağın adı gələndə nətər deyirlər, qanımız coşur, bədənimiz deyirik ki, özümüzə, şəxsən uşaqlarımın qarşısında üzr istəyirəm, utanıram ki, biz bu torpaqları babalarımızdan qalmış mirası saxlaya bilmədik. Bu günləri biz onu almağa da qadirdir, bizim texnikamız da var, bizim gücümüz də var. Sadəcə olaraq bizə bir dənə komanda lazımdır. Və siz o BMP-nin üstündə Qarabağ şikəstəsi oxuyan gəlirsiniz. Necə oldu? Orada bir Qarabağ şikəstəsi oxudunuz, aynı hissəsiz çəkdiniz. Bizdə Kərkican deyilən şey var, Stepanakertlə deməli 1 kilometr arası var, bitişikdir, Stepanakertində Xan kəndilə. Biz həmin yerdə mövqedə dururduq, ermənilər oranı alırdı, biz qaytarırdıq, biz alırdıq. Biz Şuşadaydıq, Xocalı postundan gəlmişdik, istirahət eləyirdik. Biz əmr verdilər ki, Kərkican ermənilərini, biz getdik, Kərkicanı aldıq. Orada yəni bir... Kərkicanı alandan sonra? Kərkicanı biz alandan sonra orada belə biz aldıq, uşaqlara təhvil verdik qaydanda, o tuş gəldi, yəni başladıq. Ona qədər ermənilər o tanklara bağlamışdılar, dinamiklər, nə bilim erməni mahnısı oxuya-oxuya hücuma çəkmişlər. Biz də onu alandan sonra mən orada, Allah rəhmət eləsin, Çingiz Mustafayevin bütün o kadrlarında elə həmişə mənim yanımda gəlirdi, o Şuşada olanda. Və siz də bir o cuşla, o torpağın azad olmağının verdiyi fəxrlə... Bəli də, o içimdən gələn bir Qarabağ şikəstəsi oxudunuz. Mən arzu edirəm ki, yenidən Şuşaya, yenidən Laçına qayıdanda sizlə bir Qarabağ şikəstəsi oxuyarıq. Bəli. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdarım.